Değerli YouTube kanalımızın abunəçiləri, növbəti bir mənzildə hamınızı salamlayıram. Yeni Yasamalın düz mərkəzində, Bravo Marketin qarşısında. Burada 3 otaq, 134 kvadrat ölçülü bir mənzili sizlərə çəkib təqdim edəcəm. Yerçəkər proyektə malikdir, yeni təmir olunub və təmirdən sonra yaşayış olmayıb. Burada mənzilimizin giriş hissəsi yerləşir. Mənzil haqqında məlumat verə-verə yerləşmə yeri haqqında, proyekt haqqında tam məlumatları sizlərə qeyd edəcəm. Burada qonaq otağı, hamam otağı, tualeti, kiçik yataq otağı, böyük yataq otağı və mətbəx hissəsi yerləşir. Kifayət qədər geniş sahəyə malik burada bir mətbəx hissə var. Döşəməsi qranit mərmər və istifolla təsis olunub. Qarşısı açıqdır, gün düşəndir, qarşısını heç bir maneədə kəsmir. İlk öncə mən sizə mənzilin mətbəx hissəsindən, eyvan çıxış hissəsindən mənzilin baxış istiqamətini göstərim. Baxın, gün düşəndir, qarşısını heç bir maneə kəsmir. İnşaatçılar metrosu bu istiqamətdə yerləşir. Bu istiqamətdə Royal Parkdır və dəniz istiqaməti və gün batan tərəfdir. Qarşısında heç bir maneə kəsmir. Az da olsa dənizi də görür. Yəni bu şəkildədir. Mənzil 19 mərtəbəli yeni tikili binanın 17-ci mərtəbəsində yerləşir. Binada 2 sürətli səssiz lift var, geniş həyət var, yeraltı dayanacaq var, çox havalı, geniş bir mənzildir və gözəl bir qonaq otağı ölçüsündə bir mətbəxi də mövcuddur. Keçək giriş hissəsindən burada böyük yataq otağını sizlərə təqdim edim. Qazı, suyu, işığı daimidir. Binada geniş həyət, yeraltı dayanacaq, uşaq meydançası var, infrastrukturla zəngin bir ərazidə yerləşir. Metro inşaatçılara 2 dayanacaq məsafədə bir mənzildir. Burada kiçik yataq otağı yerləşir. Baxın, kiçik yataq otağı da bu şəkildədir. Gördüyünüz kimi gün düşən mənzildir. Bütün otaqlar gün görür. Burada tualet hissəsidir. Aksesuarlarla təmin olunur. Burada mənzilin hamam hissəsidir. Baxın, bu şəkildədir. Burada isə mənzilin qonaq otağı yerləşir və qonaq otağından da eyvana çıxış mövcuddur. Binanın həyət istiqamətinə baxır. Baxın, belə bir geniş qonaq otağı var. Keçək mənzil haqqında ümumi məlumatı və qiyməti sizlərə qeyd edəcəm. Mənzilimiz Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Bravo Marketin qarşısında. İnşaatçılar metrosuna cəmi 2 dayanacaq məsafədə 19 mərtəbəli binanın 17-ci mərtəbəsində yerləşir. 134 kvadrat ümumi sahədir. Qanun 3 otaqdır. Yerçəkərdir. Həm həyətə, həm şəhərə gözəl mənzərəsi var. Qarşısını heç bir maneə kəsmir. İstiri sistemi fərqli olaraq kombidir. Mətbəx, sanitar qovşağı və dəhliz qranit mərmər və istifolla təsis olunub. Qiymət aşağıda və məlumat bölməsində qeyd olunacaq. Real alıcıya endirim olunacaq. Mənzilin sənədi MTK müqaviləsidir, daxili müqavilədir. Kufca digər bloklarda var. Bu bloka da tezliklə veriləcək gözlənilir. Daha dolğun və ətraflı məlumat üçün qeyd olunan nömrə ilə əlaqə saxlaya bilər. Mənzilə yəni şəkildə baxa bilərsiniz. Açar məndədir. Gün ərzində mənzilə yəni şəkildə baxmaq mümkündür. Mənzil haqqında bu qədər. Növbəti çəkişdə və mənzildə görüşənədək.